Keçən dərslərdə biz bu misal üzərində 3 funksiyanı, bu 3 funksiyanı nəzərdən keçirdik. Və sizə dedim ki, müştəri banka hər ay borcunu qaytaranda həmin məbləğ 2 hissədən ibarət olur. Birinci faiz məbləğləri, ikinci isə kreditin əsas hissəsi. Faiz məbləğlərini tapmaq üçün bu funksiyadan istifadə olunur. Yəni prosentli platyoş PRPLT. Əsas məbləği isə bu funksiyanın köməyi ilə hesablamaq olur. OS-PLT, основной platyoş. Sonraki dərsdə bu funksiyanı keçdik. Общий platyoş. Bu funksiya ilə bil ki, PRPLT funksiyasına əlavədir. Elə bil ki, bir periodun hesablamını aparmaq üçün və belə bir cədvəl almamaq üçün bu funksiyadan istifadə etmək olar. Burada görürsünüz 12 ay göstərir. Bir ay ərzində siz ümumi məbləği tapa bilərsiniz. Burada isə gərək bir-bir həmin məbləği tapasınız. Birinci ödəniş, ikinci ödəniş, üçüncü ödəniş və belə 11 ay, 12 ay edirsiniz və artıq da məbləği tapırsınız. Axırda məbləği tapırsınız. Bugün biz bir dənə də funksiya keçəcəyik bu silsilədən. Onun adı gedir Общий доход. Общий доход. Belə. İngiliscə funksiyanın adı gedir CUMPRINC. Əgər bu funksiya ilə bir yerdə işləyirlər, Общий доход funksiyası isə OS-platyoş funksiyasının əlavəsidir. Yəni, həmin hesablamaları müxtəlif period arasında aparmağa imkan verir. Gəlir burada da dartaq aşağı, bir il ərzində məbləğləri tapaq. İndi bu funksiyanı çağırırıq. Yəni, bu funksiyanın arqumentləri Общий platyoş funksiyanın arqumentlərini birə-birdir. Yəni, heç bir fərq yoxdur. Burada görürsünüz, 6 dənə arqument var. Eyni arqumentlər də bu funksiyada var. Gəlir çağıraq funksiyanı, bərabərdir Общий доход və arqumentləri daxil edirik. Faizləri daxil edirik və çeviririk aya. 240 kreditin periodu, yəni müddəti, məbləğ 1 milyon. Gəl burada 1-1 yazaq, yəni bir ay ərzində toplayaq. Və qoyuruq 0 və fikir veririz məbləğ 1497,26. Buradakı məbləğ alınır, görürsünüz. Yuvarlaşdırsaq, yəni vergüldən sonra olan rəqəmləri yığışdırsaq, görürsünüz, həmin məbləğ alınır. Gəl bir il ərzində buradakı kimi hesablayaq. Burada avtomatik cəmləmə eləyirik. 18.727. Əgər hər şey düz alınırsa, burada da 18.727 alınmalıdır. Periodu dəyişirik. Axırıncı periodu deyir 12, yəni bir il ərzində hesablama geçir, görürsünüz. 18.727. Buradakı rəqəm alınır. Bunu da belə eləyə bilərik. Vergüldən sonra olan rəqəmləri yığışdırırıq. Belə. Bununla bugünkü dərsimiz sona çatır. Bugünə bu qədər. Təşəkkürlər.